Ürəyim partlayırdı bu videomu paylaşmasam, çəkməsəm. Bayaq mamama zəng eləmə videosunda yoldaşımın adı orada düşüb və bir xanımın yazdığı söz. Yoldaşın deyir, diqqətimi orada çəkən şey yoldaşınızın adını yazmağınız idi. Nə yazım ora bacı? Ürək qoyum, yoxsa evimin dirəyi yazım, yoxsa həyat yoldaşım yazım, nə bilim, nə yazım? Sən de mən də yazım. Ya bu nə düşüncə tərzidir? İnsan ora adını yazanda və yaxud da ki sevgi azalır və yaxud da ora ürək qoyanda sevgi çoxalır və yaxud da ki ora evimin dirəyi yazanda evimin dirəyi olur və yaxud da ki evimin dirəyi yazmasan dirəyi olmur. Sən Allah, bu nə düşüncə tərzidir? Yəni onlarla ölçürsüz ailəni, sevgini sadəcə telefonda, WhatsAppda yazılan adlarla. Əsas onun burada olan yeridir. Mənə orada olan yeri lazım deyil. Yəni həqiqətən bu nə düşüncədir? Bu nə yaşayış tərzidir? Yəni